Milli Dirçəliş Hərəkatı Partiyasının sədri hörmətli Fərəz Quliyevdir. Fərəz bəy, xoş gəlmisiniz. Xoş gördük. Bir daha minnətdaram sizə, növbətdə bizim studiyamızın, proqramımızın qonağısınız. Fərəz bəy, Gürcüstan prezidentinin Azərbaycana səfərindən başlayaq. Gündəm çox zəngindir. Bugün bir neçə mövzunu sizinlə müzakirə eləyəcəyik. Gürcüstan prezidentinin Azərbaycana səfəri onun ilk xarici səfəridir və bu Gürcüstanın Azərbaycana verdiyi önəmin nəticəsidir. Azərbaycan prezidenti İlham Əliyev də Gürcüstan prezidenti ilə keçirilən mətbuata bəyanatlarla çıxış etdilər prezidentlər. Orada da bildirdi ki, bu Azərbaycana verilən önəmin nəticəsidir. Görünür, Gürcüstan Azərbaycanla münasibətlərin daha da istiləşdirilməsinin, daha da inkişaf etdirilməsinin marağındadır. Gürcüstan-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz? Gürcüstan Azərbaycana niyə bu qədər daha çox meyl edir? Dəvət üçün təşəkkür edirəm və əlbəttə siz indi toxundunuz müqəddimə hissəsində söhbətinizin. Bir prezidentin ilk səfərinin har olması o dövlətə sayıqdan irəli gəlir. Bəli. O dövlət başçısına sayıqdan irəli gəlir və Azərbaycana elə təkcə bu səfərin hələ nə razılaşıb, nə razılaşmasından əvvəl bunun ölkəmizə olan hörmət kimi qəbul edilməliyik təbii ki. Azərbaycan-Gürcüstan münasibətlərində kökündə təbii ki, tarixi dostluq dayanır, strateji müttəfiqlik dayanır və zaman-zaman bu dövlətlər biri-birinə münasibətini də əməldə göstərdi. Məsələn, Gürcüstanın bir jestini bildirim ki, Azərbaycan Ermənistanla ölkəmizdən qovan ərazidə dökülmüş müharibədə silah sursatı istəyirdilər Rusiya, Gürcüstan ərazisindən keçsin Ermənistana, Gürcüstan tərəfi icazə vermədi. Hətta onların bronzjiletlərini, bu zirehli köynəklərini belə qaytardılar, saxlayıb buraxmadılar. Amma bizim qonşu İran öz ərazisindən 9 ton silah sursatının keçməsinə icazə verdi. Bu, Gürcüstanın bir davranışı. Üstəlik də bizim Gürcüstanda 500 mindən çox əhalimiz, soydaşlarımız yaşayır. Onlar təbii ki, aborigen xalqdılar. Bizim o insanların ana vətənində yaşayırlar. Amma Gürcüstan hakimiyyətinin onlara münasibətinin də yüksək olması və hətta Gürcüstanın taleyinin də müəyyən mənada o soydaşlarımızdan da asılı olması Gürcüstanın Azərbaycana münasibətində ciddi, yaxşı bir münasibət saxlamağa həm də vadar edir. Yəni, sevgidən başqa həm də siyasi istəklər, burada maraqlar vardır və istəsən də istəməsən də o maraqları nəzərə alaraqdan o xoş münasibəti saxlamalısan. Azərbaycanın Gürcüstan üzərindən enerji xətlərin keçirilməsi də Gürcüstana ən böyük fayda verən layihələrdən birisidir. Bəlkə Gürcüstanda ikinci belə bir layihə yoxdur ki, Gürcüstan o qədər deməli, vəsait götürsün. Üstəlik, Azərbaycanın siyasi sərhədlərində deməli, yük daşımalarda Gürcüstanın üsur rolu vardır və Gürcüstanın da ərazisinə Azərbaycan tərəfdən yük daşımalarda son vaxtlar Bakı-Tiflis qaz dəmir yolunda çəkilməsi, onun vəsaitinin Azərbaycan tərəfindən ödənilməsi də bir faktordur. Yəni, iqtisadi maraqlar var xeyli və ən böyük məqamlardan birisi nədir? Məsələn, bizim həm də ortaq düşmənlərimiz vardır. Bunu nəzərə almaq lazımdır. Müəyyən mənalarda bu bəzən ifadə olunub, bəzən ifadə olunmur. Tutaq ki, Gürcüstan ərazisinə ermənilər, bilirsiniz, orada Axar Kalakini Cavaxeti adı altında iddia edirdilər və orada bir muxtariyyət tələb edirdi. Hətta Gürcüstan ərazisini Ermənistana birləşdirmək istəyirdilər. Burada Axıska türklərin qovulduğu bir ərazidir. İki muxtar respublikası Rusiya tərəfindən işğal olunur. Orada ermənilərin orada iddiası, ərazi iddiası olması və Azərbaycan ərazi iddiası olması, yəni oxşar bir məsələ olması. Gürcüstan ərazi bütövlüyü uğrunda mübarizə aparanda erməni batalyonu, gerək ki, Baqratyon batalyonu, Baqramyan batalyonu ermənilərin Gürcüstan əleyhinə savaşırdı əks tərəfdə. Gürcüstana qarşı savaşırdı. Amma o dönəmdə Gürcüstan-Rusiya müharibəsində orada yaşayan Azərbaycan türkləri birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyü, dövlətçiliyi uğrunda Gürcüstan dövləti yanında oldular. Yəni, mən dedim, tarixi sınaqlardan çıxmağa görə. Ona görə də, bax, Gürcüstan prezidenti bəyanatında bir fikir bildirdi ki, mən Azərbaycan prezidentinə təşəkkür edirəm, həm də ona görə ki, Gürcüstanın ərazi bütövlüyü məsələsini bir daha qabartdı. Bu iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır. İndiki məqamda Gürcüstan ərazi bütövlüyünü tanımağın özü də çox da rahat, sadə məsələ deyil. Yəni, Rusiya-Gürcüstan münasibətlərinin belə bir məqamında Rusiya-Ukrayna savaşının getdiyi vaxtda Rusiyanın aqressiv olduğu bir dövrdə, kifayət qədər aqressiv olduğu bir dövrdə Azərbaycanın bir tövr qoymağı təqdir olunan məsələ və Gürcüstan prezidenti də bunu sayğıyla xatırlatdı və bu bazada, bu təməldə də
növbəti strateji əməkdaşlıqlardan, ticari əməkdaşlıqdan, başqa məsələlərdən söhbətlər getdi, müəyyən sənədlər imzalandı, müəyyən sənədlər hazırlanır imzalanmağa. Yəni bu əslində indiyə qədər nəzəri cəhətdə meydanda olsa da bir Qafqaz evi söhbəti ki gedir zaman-zaman. Bu Qafqaz evi digər xarici dövlətlərlə siyasətdə bir könə yaxındır. Yəni qonşu dövlətdir əslində və bunların bir-birinə yaxşı münasibəti burada çiçəklənməyə səbəb ola bilər. Əslində ən gözəl barışın, sülhün qarantı nədir? İqtisadi inkişaf, əməkdaşlıq və qazan-qazan prinsipidir. Əgər burada Ermənistan carlıq eləməsə, ki növbəti sülh müqaviləsi olarsa, o da bu məsələlərə əlini daşın altında qoysa, Qafqazda qazan-qazan siyasəti ilə daimi bir barış təmin etmək mümkündür. Çünki həm Rusiyanın əvvəlki imperiyası, Çar imperiyası, həm sonraki Qırmızı imperiya bu qardaş dövlətlər arasında, buradakı çox millətlər arasında xeyli patlamamış minalar basdırdı. İstənilən etnos arasında bir deməli qarşılıqlıq düşür ortaya. Noqayların, Kumuklarla Çeçenlər arasında, nə bilim Gürcülərlə Ermənilər, Ermənilərlə Azərbaycan türkləri arasında bunun da yenə deyirəm yolu əməkdaşlıqdan keçir, sabitlikdən keçir və qazan-qazan prinsipindən gedir. İqtisadi maraqlardan sülhü təhlükəsizliyi sığortalayan ən gözəl vasitə odur. Ondan gözəl bir şey yoxdur. Bax, mən elə yerə gəlmişəm bir şey işarə edeyim. Bu kontekstdən bəlkə müəyyən qədər çıxacam, amma buna çox aidiyyatı vardır. Lavrovla, Rusiya Xarici Naziri ilə Qazaxıstanın prezidenti arasında bir söz atışması oldu. Qazaxıstan prezidenti dövlətlərin ərazi bütövlüyünün millətlərin özünü təyin etmə hüququndan daha üstün olduğunu deyəndə Lavrov əksini qoymağa başladı ki, yox. Millətlərin özünü təyin etmə hüququ çox yüksəkdir və yenə də Qazaxıstan prezidenti ona cavab verdi ki, onda nə qədər millət varsa dünyada hərəsi bir dövlət iddiasından ciddi bir xaos yarana bilər. Lavrov indi bu ifadəni işlətməklə həm də Qazaxıstanı işarə eləmək istəyir ki, oradakı ruslar yaşayır, ya başqa millətlər vardır ki, biz millətlər arası münasibətlər məsələsi yenidən baxa bilərik. Orada millətlərin öz müqəddəratını təyin etmə məsələsinə bağlı Qazaxıstana pressing elə bilərik. O Qafqazlara da aiddir. Yəni onun fikri elə olsa gərək onda Çeçenlər də öz müqəddəratını əldə dövlətin qura. Tatarlar, Tatarstanda yaşayan türklər də öz dövlətlərini qura. Bu Lavrovun bu açıqlaması həm də Rusiyanın özünün əleyhinə yönəlir. Çox doğru bir məsələdir. Yəni onlar belə baxırlar da məsələ. Bu necə ki, demokratiyanı dünyaya ixrac edən ölkələr bizim ölkəmizdə demokratiya olmasın, hər yerdə demokratiya tələb edirik. Və onun da moderatoru bizik deyirlərsə, bu fikrin də moderatoru bizik, amma bizə aidiyyəti yoxdur kimi baxılır məsələlərə. Mən o millətlərin müqəddəratı məsələsində toxundum ki, burada çox millətli bir regionda, Qafqazda çox millətli bir yer olduğu üçün, burada dövlətlərin qarşılıqlı münasibətlər sistemində sülh axtarması, əməkdaşlıq axtarması çox mühüm faktordur və Gürcüstana bu məsələdə Azərbaycan tərəfdən həmişə səmimi olubdur, inanıb da onlara. Məsələn, bir neçə məqamda Azərbaycan prezidenti Gürcüstanın Ermənistan-Azərbaycan məsələlərində vasitəçiliyinə etiraz etmir deyibdir. Başqa dövlətlər üçün ünvanlı olaraq, adlı olaraq belə ifadə işlətməyib heç vaxt. Ona görə mən hesab edirəm ki, bugünkü görüşün də əhəmiyyəti vardır və gələcəkdə də həm orada yaşayan soydaşlarımızın 600 minə qədər soydaşımızın Gürcüstanda yaşayan soydaşımızın taleyi ilə bağlı, həm qarşılıqlı münasibətlərlə bağlı, həm gələcəkdə bölgədə baş verə biləcək force major vəziyyətlərdə bircə davranışla bağlı bu görüşün də mühüm əhəmiyyəti olacaq. Əziz tamaşaçılar, xahişimiz ondan ibarətdir ki, kanalımıza abunə deyilsiniz, abunə olun, bizə xeyli adam baxır. Bu proqramı bəyənin, paylaşın. Çox maraqlı bir söhbət olacaq. Qarşıdakı təqribən 1 saata yaxın müddət ərzində biz çox vacib məsələlərə toxunacağıq. Birazdan Bakının problemlərində müzakirə eləyəcəyik. Amma biz Bakıya keçməmişdən əvvəl Fərəz bəy istəyirəm son vaxtların ən aktual məsələlərindən birinə münasibət bildirək. Bu Orta Asiya ölkələrinin, Orta Asiyadakı Türk ölkələrinin Yunan kipirini tanıması ilə bağlı məsələdir. İstəyirəm sizin dəyərləndirmənizi eşidək. Tamaşaçılarımız üçün də maraqlı olar. Bu bir ajotaj yaratdı. Türkiyədə yox, bizdə daha çox ajotaj yaratdı. Bu üzdə türkçü görünüb, arxada türk birliyinin yaranmasına qarşı çıxan Rus başlılar sanki bir
fikir formalaşdırmağa çalışdılar ki, güya Orta Asiya ölkələri Yunan Kiprinə xəyanət etdi, nə bilim falan. Yəni bu Türk birliyinin, o Türk ölkələrinin, Türk dövlətlərinin birliyini pozmağa hesablanmış bir addımdır, bir çağırışdır. Mən belə düşünürəm. Siz necə dəyərləndirirsiniz? İstəyirəm qısaca bu məsələyə münasibət bildirəsiniz. Orta Asiya ölkələri niyə belə bir qərar qəbul etdi və bunun bu qədər şişirdilməsi lazımdır? Təşəkkür edirəm. Bu çox mühüm məsələdir. İcazə versəniz mən buna biraz geniş toxunacağam. Buyurun. Əvvəla könül istərdi ki, belə bir hadisə baş verməsin. Doğru. Yəni bəli. Orta Asiya Türk Cümhuriyyətləri Yunan Kiprinin səfirlik açmasını, tanımasın və ən azından həm də Şimali Kiprdə açsın. Belə bir şey olsaydı, biraz da o daha yumuşaq olardı. Çünki bir vaxt Kofianın planı vardı, xatırlayırsınızsa, BMT baş şartı. Buranın Kiprin bütövləşməsindən bağlı referendum keçiləndə bizim Kipr, Şimali Türk Cümhuriyyəti müsbət cavab verdi ki, birləşək. Amma Yunan tərəfi mənfi cavab verdi. Götürüb bizim Kiprimizi, Şimali Türk Cümhuriyyətini qəbul eləməyə əvəzə Avropa İttifaqını, amma onları qəbul etdilər. Bu ikili standartlı seleksiya siyasəti idi. Amma indi vəziyyəti belə baxaq da, məsələni həddən artıq dramatikləşdirməyə ehtiyac yoxdur. Yəni, əslində Türk Cümhuriyyətlərinin ortaq bir davranışı, xarici siyasətin koordinasiya olunması məsələsi bizim həm də təhlükəsizliyin təmin olunması bağlı, bizim həmişə prioritet verdiyimiz sahələrdə məsələlərdir və belə məsələlər gəl məsləhətləşirlər. Türkiyə, Azərbaycan və digər Türk dövlət respublikaları bir yerdə məsləhət etmələri vacib şərtdir. Amma bir məqam isə deyim. Mən də verilişdən əvvəl də sizin bir söhbətində buna toxunduq. Tutaq ki, Türkiyə bu günləri İsraillə münasibətləri çox pisdir. Amma Azərbaycanın İsraillə münasibəti yaxşıdır. Bu demək ki, Azərbaycan Türkiyəyə xəyanət edir. Və yaxud da bu nə məntiqdir, bu nə yanaşmadır? Bu artıq dövlətin yerləşdiyi vəziyyət, qarşılaşdığım şərtlər məcbur ki, Azərbaycanı hər dövlətdə öz milli maraqları var axı. Ya Rusiya tərəfdən bir başqa yerdə başqalar varsa, belə vəziyyətdə ya biz indi Qarabağ məsələsi həll olmamışdır. Bizim İsraillə münasibətləri yaxşı saxlamamız vacib idi və bu da Türkiyə çox anlayışla qarşıladı. Bəli. Ya bu günlər Türkiyənin İsrailə münasibətində müəyyən səbəblərdən ki, baskılar var ki, istəmir ki, orada iki dövlət prinsipini qəbul edən İsrail bu xoşgəlmir, müsəlmanlara qarşı olan ifrat, qisasçılıq xoşgəlmir. Azərbaycan da onu anlayışla qarşılayır. Həm də vasitəçi edir ki, bu məsələ bir normaya gəlsin, qayda gəlsin, barışa gəlsin. Mən bu barış məsələsini niyə toxunmaq istəyirəm? Bu istənilən yanlışı naxışa çevirməyə bacarmaq lazımdır. Və yaxud da tutaq ki, bizim Şuşada tədbir olanda Cənab Erdoğan gələ bilmədi ölkədəki vəziyyətdən bağlı. Normal bir şeydir, yəni gələ bilmədisə gələ bilmədi. Bu məsələnin kökündə bizim Orta Asiya respublikalarının düşdüyü vəziyyət bunu məcbur eləyir. Biraz burada Kipr və o düşdüyü vəziyyət bəlkə qəribə gələ bilər, amma bu jest əslində Avropa İttifaqına olan bir jestdir. Avropa İttifaqının görüldüyü qədər istəklərindən birisi olubdur ki, Orta Asiya respublikaları Kiprə bir jest eləsinlər. Profilaktik olaraqdan ki, gələcəkdə Avropa İttifaqının Orta Asiyadan daşımaları, ticari əlaqələrində Avropa İttifaqı vəsait qoyanda, qərar qəbul edəndə konsensusla qəbul olunan qərarlara Kipr etiraz eləməsin. Çünki orada qərarlar konsensusla, hamının razılığı ilə olur. O nədən ibarətdir? Çox mühüm bir faktor var ortada. Baxın, Orta Asiya respublikalarına istəyir ki, Avropa İttifaqı orada mineral ehtiyatlarla bağlı, yanacaqla bağlı, falanla bağlı müqavilələr işlər. Almaniya getdi, Fransa getdi, başqa dövlətlər orada iş görürlər. Amma daşımalarda hələlik Zəngəzur dəhlizi işləmir. İşləsə belə, onun həcmi çox böyük deyil. Xüsusən Qazaxıstandan, Özbəkistandan, Türkmenistandan qaz, neft və yaxud da başqa vəsaitlərin daşınmasından bağlı yol məsələsi düşünülür. Bax, bu yol məsələsi niyə realdır? Həm də Çinin daşıma məsələsində Zəngəzurun daha çox Orta Asiyadan gedən bir xətt üstündə düşünməsi vardı. Bəndər Abbas deyilən liman vardı İranda. Bəndər Abbas limanı bir dənə başqa da liman vardı. Çin icarəyə götürüb və təmir edir orada. Samana salır, dərinləşdirmə işləri aparır. Adamdan soruşarlar. Çin okeana çıxır və sakitcə yüklərini aparıb Bəndər Abbasda bir stop eləməyə bilər. O nə üçün buna lazımdır? Çin, Qazaxıstan, Özbəkistan, Türkmenistan, İran, yəni Bəndər Abbas və Avropa xətti haqqında düşüncə var. Buradan daşıma haqqında. Düşünün, burada istehsal olunan mallar, Orta Asiyada, Çində istehsal olunan mallar bu yolla daşınsın və çıxan xam malı Orta Asiyadan da bu yolla daşınsın. Zəngəzur dəhlizinin özünün işləməsi məsələsi yubandığından bu məsələsi üzərində iş gedir.
Avropa İttifaqının bu üç respublikanın vəsait qoyması, bu yolun işləməsini təmin edilməsi üçün indidən Kiprlə münasibətləri yumuşatmaq üçün onun jest eləməsini xahiş elədiyini düşünürəm ki, məsələnin kökündə budur. Bu təhlükəli bir məqam deyil. Yəni bu Türk dövlətlər təşkilatını bölmək, onu zəiflətmək, onun prinsiplərini qarşı getmək kimi səslənə bilməz. Ayrı-ayrılıqda Azərbaycanın da Avropa İttifaqının dövlətləri ilə ticarət dövriyyəsi az qala 80% civarındadır. Normal əlaqələrimiz var bizim. Təhlükdə Çin ilə də başqa dövlətlərin də əlaqələrimiz vardır. Türkiyədən də həmçinin. Yəni belə məsələlərdə biz öz türk dövlətlərimizin, cümhuriyyətlərimizin, müttəfiqlərimiz üzərinə getmək, onlara baskı eləmək, bunlar xəyanət elədi, bunlar dönüb çıxdı kimi məsələləri qoymaq yanlışdır. Amma mən hesab edirəm ki, ümumiyyətlə belə böyük məsələlərin, bəlkə altyapıda məsləhətləşmələr olubdur, belə böyük məsələlərin prinsip qəbulunda qərarlar, mütləq bu türk dövlət təşkilatı, xarici siyasət, bir də təhlükəsizlik məsələsində mütləq şəkildə koordinasiya olunmuş siyasət. Bəli, məsləhətləşirlər, ortaq qərarlar qəbul edirlər. Bunları göl qurutma üsulundan ayrı-ayrılıqda birini şirişləndirməklə, birini nə bilim logistik imkanlarla, birini vəsait verməklə bir-birindən ayırıb gələcəkdə siyasi, iqtisadi məsələlərdə tədricən həm də hərbi məsələlərdən ayırıb ayrı-ayrı yerlərdə saxlaya bilərlər. Bu təhlükəli bir məqam ola bilər. Amma indi onlarda düşmən obrazı düzəltmək, onların üzərinə getmək ki, mən baxıram sosial şəbəkələrdə bəzən bunu ifrata varırlar. Bu doğru deyil. Hətta mediada. Mən hesab edirəm ki, Türkiyə mediası bu qədər məsələyə reaksiya vermir, amma bizim media daha çox Türk Dövlət Təşkilatının rəhbərliyi yəqin ki, bu məsələni müzakirəyə çıxaracaqdır. Fikir verdiniz, Erdoğan, yəni Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan heç məsələyə münasibət bildirmədi. Bəli. Münasibət bildirib, mən bilmirəm, amma elə belə münasibət bildirmir. Qaldığımız yerdən davam etməyimiz vacibdir. Bizi müxtəlif üsullarla bir-birimizdən küstürmək siyasət onu tələb eləmir. Çünki hər kəsin burada maraqları vardır. Geoiqtisadi maraqları vardır, geosiyasi maraqları vardır, bölgə maraqları vardır. Bayaq bir misal çəkdim mən. Qazaxıstan Toki məsələsi. Qazaxıstan Lavrov ikinci dəfədə hədəliyib. Bir dəfə demişlər ki, belə bir dövlət olmayıb, Putin demişdi. Onlara da cavab verildi ki, Qazaxıstan dövləti olanmış, Rusiya yox idi ümumiyyətlə. İndi də başlayıbdır ki, o millətlərin öz müqəddəratını eləmək, bu Qazaxıstanın şimalına işarə edir falan. Belə məqamda ona da deməli Qazaxıstan prezidenti cavab verdi. Belə məqamda buradan baskılar, Orta Asiyada digər o Özbəkistana, Türkmənistana, başqa Qırğızstana olan baskılar məqamında ölkə maraqlarını biraz nəzərə alıb bəzi addımlar atılacaqsa, bunu anlayışla qarşılamaq lazım. İndi ola bilər ki, həmin Orta Asiya ölkələri yaxın gələcəkdə Şimali Kiprin də müstəqilliyini tanıyarlar. Çünki Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı o ölkələrə çağırış da var. Türkiyə prezidenti də, Türkiyənin rəsmi şəxsləri, eyni zamanda ziyalıları da çağırışlar eləyirlər ki, Orta Asiya ölkələri, xüsusilə Türk ölkələri Şimali Kiprin müstəqilliyini tanısınlar. Əslində Yunan Kipri ilə diplomatik əlaqələrin qurulması həmin ölkələrə, Qazaxıstana da, Türkmənistana da, eyni zamanda Özbəkistana da bir stimul verdi, bir bəhanə verdi, əllərində bir əsas verdi ki, Şimali Kiprin də müstəqilliyini tanısınlar. Necə düşünürsünüz bu barədə? Tamamilə razılaşıram ki, bəlkə bu məsələ, indi mən bayaq dedimi, yanlışı naxışa çevirmək məsələsi. Bəlkə bu məsələ elə Şimali Kiprin tanınması, səfirlik açılması üçün də biraz meydanı genişləndirdi. Ki biz fərq qoymuruq. Hətta bunlardan əvvəl sizi tanıdıq və səfirliyi açdıq. İndi burada da açırıq. Bu, bəlkə səfirliyi açılandan sonra o məqam Yunan Kiprinin daha çox Şimali Kipr Respublikasından işinə yaramış olacaqdır. Çünki Yunan Kiprini zaten tanıyanlar var idi. Doğru. Amma bizim Kipri, Şimali Türk Cümhuriyyətini tanıyanlar yox idi. Ona görə belə məqamda növbəti addım olaraqdan, əgər bu respublikalar Azərbaycanda daxil olmaqla Şimali Kipr Türk Respublikasında səfirliyə açacaqlarsa, tanıyacaqlarsa, bu məsələni tamamilə kompensasiya edəcəkdir. Ona görə çox ciddi şəkildə məsələdən narahat olmağa məncə ehtiyac yoxdur. Qazaxıstan, Özbəkistan və Türkmənistan. İndi Qazaxıstan və Türkmənistanı bir kənara qoyuram. Xüsusilə Özbəkistanın mən belə bir qərar qəbul edəcəyini gözləmirdim. Açığı nə demək istəyirəm? Yəni Özbəkistanın razılaşdırmadan, məsləhətləşmədən belə bir addım atacağına mən inanmıram. Siz xatırlayın Rəcəb Tayyip Erdoğanın Özbəkistana səfərini. Necə qarşılandı orada? Yüksək səviyyədə. Şəfqət Mirziyoyev, Özbəkistan prezidenti Erdoğanı hava limanında qarşıladı, böyük bir təmtəraqla. Yəni o ölkənin prezidentinin, Özbəkistan prezidentinin həm Erdoğana, həm də bizim Azərbaycan prezidentinə çox yaxşı bir münasibət var. Onlar qardaş münasibətləri var. Yəni Şəfqət Mirziyoyev Türk Dövlətləri Təşkilatının təhlükəyə atacaq, bu projeni təhlükəyə atacaq
Türkiyənin və Azərbaycanın əleyhinə hansısa bir qərarı qəbul etməz. Deməli, burada ciddi bir siyasi səbəb var və gələcəkdə bizim üçün, bütövlükdə Türk ölkələri üçün, Turan üçün daha yaxşı şeylər olacaq. Ona görə bu addım atılıb. Baxın, mən vaxt darlığından biraz o məsələyə çox da geniş, istədiyim qədər geniş toxuna bilmədim və bilmirəm. Amma bir şey xatırladım sizə. Həmas ki vuruldu. Bəli. Bu ondan əvvəl İsrailliler ayın 7-sində də gərək hücum elədilər ki, sonra cavab tədbirlə vuruldu. Bəli, bəli. Ondan 2 ay əvvəl. Birinci Həmas hücum eləmişdi, günə Həmasdaydı. Ondan 2 ay əvvəl Ərəb yarımadası Aralıq dənizi Avropa xətti üçün bir razılıq var idi və memorandum imzalanmışdı. Dedim, o yüklər Orta Asiyadan falan, Çindən buradan daşınmalıydılar. Bu savaşın başlanma səbəblərindən birisi də o memorandum oldu. İndi o memorandum haqqında heç kim danışmır artıq. Ərəb yarımadası Aralıq dənizi Avropaya çıxış. Və indi artıq tamam fərqli bir şey qoydular ortaya artıq. Çin, Qazaxıstan, Özbəkistan, Türkmenistan, İran, Bəndər Abbas və Avropa. Görürsünüz, burada İran da var. İndi bəzən bu məsələdə baxırlar ki, İranla bağlı nə olacaqdı məsələlər falan. İranın vurulma ehtimalı çox aşağıdır Amerika tərəfindən. Onlara müəyyən qədər sanksiyaların qismən deyək ki, götürəcəklər, o da belə götürəcəklər ki, Amerika şirkətlərini al verilə bilərsən, başqalarını yox. Amma ciddi şəxslər fərz və vurulacağı ehtimalını daha çox səsləndirir. Mən də ciddi şəxslərdən birisi də mənəm də. Mən də deyirəm ki, vurulması az ehtimal edirəm. Niyə az ehtimal edirəm? 2 amilə görə. 1. Bu tərəfdən neft qiymətlərini salmaqda maraqlıdır. Amerika OPEC ölkələrinə deyib ki, qiymətlər salınmalıdır. Rusiya hədələyir ki, sənin neft əsas gəlirin neftdən, qazdandır, salacaq və hətta son anda artıq son vaxtlar Rusiyanın bir neft tankerlər donanması var, gizli, qara donanma. Onunla alver edir, satır neftini, onu ifşa eləmək və blok eləmək haqqında qərar qəbul edilər artıq. Əgər İran vurularsa, neftin qiyməti qalxar. Amerikan hədəfində Trump neftin qiymətini aşağı salmaq hədəfləyir. Məqsədi odur. Və Amerikanın burada məqsədi İrana vurmaq deyil, geri çəkilməyə məcbur eləməkdir. Və son vaxtlarda artıq verdiyi bəyanatlar da onu göstərir ki, məsələn, dövlət katibi dedi ki, biz artıq o təzyiqlərlə məcbur edəcək ki, İran bu məsələdə nüvə məsələsində geri çəkilsin. Belə olacaq təxminən. Qlobal bir sanksiyalar olmayacaq. İrana güzəşt edirlər. Paket sanksiyalar olacaqdır. Amma nə cür? Məsələn, sanksiyanı tam aradan qaldırsalar, Çin də faydalanacaq oradan. Rusiya da, başqa dövlətlər də. Amma burada paket olanda, qlobal yox, paket olanda, belə qoyacaq məsələni. Amerika şirkətlərindən alver elə, ticarət elə, özü qazansın. Yenə buradan da iqtisadi marağı var burada. Qazansın. İranı biraz boş buraxır, amma o əsas məqsədindəki şeydən geri çəkil məsələsi vardır. Nüvə reaktorları fəallaşdırmaq və uranın zənginləşməsinin geri çəkil məsələsi vardır. Yəni söhbət biraz da bundan gedir. İndi bu o əvvəlki yol məsələsinə gəldi. Burada həm də bu yolun açılmasını sahmana salmaq istəyirlər. Çünki Zəngəzur yolu ilə bağlı olaraq hələ ki zigzaqlar davam edir. Həm də burada açıq Çinin başqasında Türkiyənin çox qazanc eləməsində marağı yoxdur. İranın buradan Zəngəzur yolundan qazanmasında marağı yoxdur və Çinin ən çox böyük qorxusu nədir? Türkiyənin Qafqazlarda bu yol açıldıqdan sonra, möhkəmlənəndən sonra Orta Asiyada möhkəmlənməsi və Çinə təhlükə yaratma məsələsi vardır. Bundan da çox ciddi şəkildə ehtiyat edirlər. İran da həmçinin ehtiyat edir. Və İran nə edir indi? İran baxın, 15 ildir Astara Rəş dəmir yolunu bitirmir. Bilərəkdən bitirmir. Çünki bunların xəyalında bu xətt, bayaq dediyim xətt, Orta Asiya, Bəndər Abbas, Avropa xətti nəzərlərində olubdur. Şimal-cənub xətti bunlar üçün sərfəli deyil. Bunlar Zəngəzur da sərfəli deyil. Ancaq özləri qazanması, Türk dünyasının qazanmaması üçün bu yoldan istifadə etməyə çalışırlar. Zəngəzur yolunun açılmasında İran nə həm də maraqlı deyil. Burada Rusiya da xeyir götürə bilər deyə Amerika Rusiya görə Zəngəzur məsələsində bəlkə mane olar. Amma bu xəttdə mane olmayacaq məsələsi. Mən böyük ehtimalla fikirləşirəm ki, elə o Kipr məsələsinin kökündə əslində İndi mən ora gəldim ki, Qəzzada vurulmazdan 2 ay əvvəlki memorandum imzalanmışdı. O memorandumun ki, bu Ərəb
Ərəbistan yarımadası, Aralıq dənizi Avropa xəttini özündə ehtiva edirdi. Onu qoymadılar işləməyə. Alternativ olaraq bunu işə salmağa çalışırlar. Mən həmişə bunu deyirəm, Davud xəttini qoymurlar işləməyə, İraqdan keçəcək, Türk xəttini qoymurlar işləməyə, Rusiyadan sanksiyalara qoymurlar, İrandan keçməsi, birbaşa keçməsi imkan vermirlər. Amma belə bir xəttin olması ehtimalı çox böyükdür və böyük ehtimalla da o Bəndər Abbası da Çinin icarəyə götürüb bugün təmir eləməsi, genişləndirilməsi, dənizin limanın genişləndirilməsi də buna bağlıdır. Mən ona görə hesab edirəm ki, bu məsələlərdə siz deyirsiniz, bəziləri deyirlər ki, yox, Amerika vuracaqdır, İran'a falan hesab eləmirəm. Yəni, nüvə çalışmalarını davam elətdir. Nüvə silahı əldə etməkdə maraqlıdır İran və bundan da geri çəkilməyəcək. Geri çəkilməsə də İran kimi bir ölkənin Fars Molla rejiminə nüvə silahının əldə etməsinə imkan vermək olmaz. Bu bütün dünya üçün təhlükəli olur. Bir müharibə olma ehtimalı çox aşağı səviyyədədir. Məsələn, yenə hətta, bəlkə kiməsə qəribə gələ bilər, hətta İranla razılaşdırmış şəkildə nöqtə vuruşlar ola bilər. Çünki Amerikanın İran hissəsinə girib savaşması çox çətindir. İranın hava qüvvələri və dəniz qüvvələri sıfırdır, yoxdur demiyorlar ki. O Amerikanın döyüşənməz. Amma quru qüvvələri, balastik raketləri, zirehli texnika falan kimin ölkə daxilində müdafiə xarakterli döyüşə bilər. Ora heç bir ölkə, o cümlədən Amerika girməz. Həm o hərbi gücündən qorxmaz yox. Deyək ki, Trump Amerika xalqına hər yerdən müharibələri dayandıracaq mesaj verib, yeni bir müharibə meydana aça bilməz. Bu seçicilər qarşısında İsrail aparacaq müharibə. Bax, burada var. Amma burada nə edəcəkdir? Mən bayaq paket sanksiyalardan danışdım ha. İranın sanksiyaları, baxın, Amerika şirkətlərindən danışırlar, işləyirlər və pul qazanırıq. Nüvə şeyində dayandırdılar. Dayandırdım bunlara və nəzarət vardı. Hətta Suriyada məsələn artıq qoşunların Amerika Birləşikləri çıxmağa başlayır. Artıq bu planlaşdırılıbdır. Rusiyanın Ukrayna savaşını dayandırmaq istəyir. Belə məqamda bu müsbət pul gətirmək, vəsait gətirmək haqqında çox düşünür. Məsələn, o gün çıxış edir, deyir ki, mən hər kəs deyək ki, tənqid edir ki, tarifləri doğru eləmədim, amma hər gün Amerika bu tariflərə görə 2-3 milyard əlavə pul kazanır. Bugün Amerika dünyada en çok borcu olan dövlətdir. 36 trilyon borcu var. Belə bir dövlətin başçısının bu adımını atmağı, indi mən baxıram ki, artıq ciddi ixtisarlar gedir. Hətta 30 səfirliyin bağlanması haqqında söhbətləri vardı. Dünya müxtəlif yerlərdə konsulları bağlayırlar. Daxildə xeyli ixtisarlar vardı. Bu media məsələləri, Azadlıq radiosu falan bunlarla bağladılar. Onlar hamısını pul kəsdi. Hə, bu adam bilirsiniz, nə edə bilməsə çox pulla bağlı hesab kitablı adamdır. Biznesmendir də. Hesab kitablı təbii ki. Ona görə sədəti yaxşı bilir. Siz baxarsınız bu məsələlərdə yalnız Rusiyanın özünə görsünüzə baxır məsələlərdə, yumuşaq baxır bəzi məsələlərdə. Vurublar, orada da maraq var, iqtisadi maraq var. Suyunu dağıdıbdılar. Adam deyir səhv olub. İstəmir qəzəbli bir şeydə ortaya artıq net şəkildə mövqe qoysun və onda Pentagon da başqası tələb eləsin ki, onda yeni paket silahlar göndərib Ukraynada bunları vursun. Yenə sanksiyalardan qorxusun. Yenə iqtisadi məsələlərdən qorxusun. Yorur Rusiyanı. Rusiya tələsir. İndi 30 gün bitir. Bir simvolik ateşkəs demişlər. Orada yoxdur ortada əslində ki, enerji mənbələrini vurmamaqla bağlı olar. Doğru mu? Yəni Amerikanın belə bu siyasəti getdiyi bir vaxtda, Avropanın belə siyasəti getdiyi bir vaxtda, yaxın şərqdəki məsələlər belə getdiyi vaxtda Orta Asiya respublikalarının manevr edib proseslərdən sağlam çıxması üçün bəzi addımlar atmasını anlayışla qarşılamaq lazımdır və mən hesab edirəm ki, siz bayaq toxundunuz, böyük ehtimalla da bu respublikaların rəhbərləri bunu digər Türk respublikalarının, xüsusən Azərbaycan Respublikasının prezidenti və Türkiyə Respublikası prezidenti ilə müəyyən qədər danışmamış da olmazlar. Mütləq danışıblar, razılaşdırılmış formadadır. Biz yaxın gələcəkdə bu dezavantajı necə avantaja çevrildiyində görəcəyik. Bəli, hər yanlışda bir naxışdır. Biz yəqin ki, bunun çox müsbət nəticələrini görəcəyik. Hörmətli tamaşaçılar, proqramı bəyənməyi xahiş edirik. Çünki hər bəyənmə bir neçə tamaşaçıya YouTube istifadəsinə bizim səsimizin çatması deməkdir. Bəyənmələrimiz çox azdır. Xahiş edir ki, bizim proqramımızı bəyənin. Biz indi daha ciddi məsələlərə toxunacaq, ölkə daxilindəki məsələlərə toxunacaq və bu hər kəsi maraqlandıran, xüsusilə də paytaxt sakinlərini maraqlandıran məsələlərdir. Vələt bəy, 2 gündür yağış yağır. Amma bu yağış bəzən yağış bərəkət yağır. Bizdə Naxçıvanda belə bir söz var. Ki, yağış yağında deyirlər ki, yerinə yurduna yağır. Bərəkətdir falan. Amma Bakıda bu bərəkətə çevrilmir. Bakıda bu əziyyətə çevrilir, zülbət çevrilir. Bakı
son vaxtlar müasirləşdirilib, inkişaf edib. Bunu açıq demək lazımdır. Yeni binalar tikilib, gözəlləşib. Xarici qonaqlar Azərbaycan paytaxtına gələndə heyranlıqlarını gizlədə bilmirlər. Deyirlər ki, Bakı çox gözəldir. Dünyanın demək olar ki, gözəl şəhərlərindən biridir. Amma biz qışda qardan, yazda da yağışdan xilas ola bilmirik. Yəni qışda qarın əziyyətini çəkirik. Bir balaca qar düşən kimi, yazda da bir balaca yağış yağan kimi yenə bunun əziyyətini çəkirik. Və bu gün də bir neçə ay bundan əvvəl baş verən hadisə təkrarlandı. Yenə tunellərə su doldu, yenə yollardan sel su axır, yenə şəhər iflic vəziyyətə düşüb, yenə insanlar hərəkət edə bilmir, yenə tıxaclar, yenə eyni mənzərə. Fərəz bəy, nə baş verir? Niyə Bakıda biz yağış sularından xilas edə bilmirik? Niyə Bakı yağış yağanda bu vəziyyətə düşür? Vallahi yəqin ki, bu hansısa nazirin ya dövlət məmurunun qayıq biznesi ilə bağlı planı var. Maraqlıdır. Bakıda qayıq biznesi yaratsın. Çünki mən maşınla hərəkət etmək mümkünsüzdür. Mümkünsüzdür. Həm də yaşıl enerjiya keçiddir. Bu ekologiya azadı da bu tüstü körlüyor. Qayıq çox əlverişli bir şey olar. Görünür belə bir biznesləri qurmaq üçün xüsusən bu şəhərə dəymirlər ki, belə suyun önündə olsun. Əhali tələb eləsin ki, bizə qayıqlar verin. Artıq vəziyyət belə bu yerə gəlib çatıb. İndi bu təbii mənim ironiyanın dediyim bir fikirdir. Təbii. Yəni ayıbdır da, yəni bu Bakı kimi böyük bir şəhərdə və hər imkanımız olan bir vaxtda belə vəziyyətin yaranması gülməlidir. Belə çox yağış da yağmırdı. Hatta ciddi bir yağış da yoxdur. Yox, yaz yağışıdır da. Yaz, indi bu yazda kartof yağmaz ki, yağış yağır da. Buna hazır olmaq lazımdır. Elə ölkələr var ki, yağış yağmayan günləri sayırlar. Yağış yağmayan günlər. Amma orada gəzəndə ayaqqabın belə bulaşmır suya. London. Hər yerdə, çox Avropa ölkələri əksəriyyətdə belədir. Mən də işimlə bağlı bəzi yerdə olmuşam, onu yaşamışam, görmüşəm. Mən üzr istəyirəm, bir dəfə Londona gedəndə mənə burada tövsiyə elədilər ki, şəmsiyə götürün. Mən dedim ki, mən nə edirəm şəmsiyəni? Özdə yay ayları idi. Eşitmədim dostumu mənə tövsiyə eləyəni. Getdim orada ki, yəni bir saat şəmsiyəsiz dolaşmaq, gəzmək mümkünsüzdür. Bir saat ərzində bir neçə dəfə yağış yağır, güclü yağır, zəif yağır. Getdim oradan bir şəmsiyə aldım. Yəni, amma yerdə bir damcı su yoxdur. Yoxdur, doğru. İndi bir saat yalandan yağış yağıb, hər yer gölməçədir, hər yer gölməçə, hər yer göldür. Bəli. Baxın, indi bu, bilmirəm, bu körpülər tikirlər və tikəndə baxmırlar ki, yaxşı, bunun üçün alim olmaq lazım deyil ki, bu çuxur da bura. Bura bir gəl kanalizasiya qoyarsan ki, bu su gedə. Doğru. Bunu belə qoymurlar. Yaxşı deyirəm o mühəndislər, bu hündür mərtəbəli binaları onlar tikmirlər. Lifsat qoymazlar, yaddan çıxardı onlardan. Qardaş, bu adi məsələlərdir. Birinci, ölkənin, Bakının daxilini çox yüklədilər vaxtında. Bəli. Həddən artıq çox yüklədilər. Mən bir dəfə tənqidi yanaşmışdım. Bakı Merliyinin bir dənə qərar olmuşdu ki, 2012-ci ilə qədər tikilən binalardan sonra nə 12 mərtəbədən yuxarı tikilsə olmaz. Bakı seismik zonadır və dözməz. Güya ki, zəlzələ gələndə sənədlərə baxacaqdı, spravkadan uçurur binaları. Bu 2012-dən əvvəl tikilib yoxsa sonra. Yaxşı, ondan sonra da davam elədilər. Şəhəri böyütmək lazımsa mikrorayonlar salın kənarda. Geniş bir ərazilər olsun, şəhər böyüsün. Hər yerdə gətirib bunu niyə deyirəm? Bir məhəllədə tutaq ki, 5 dənə həyət evini söküblər, 5 ailə yaşayır burada. Onun yerində bir 20 mərtəbəli, 25 mərtəbəli bina tikiblər. Bir kənd salıblar deyək ki. Amma kanalizasiya xətti dəyişilməyib orada. Nə onun su təchizatı, nə də onda kanalizasiya xətti dəyişilməyib. Şəhər bütövlükdə bu haldadır. Bir dəfə mənə təxminən 2010-cu, 2015-ci illər arası Almaniyadan dostlarım gəlmiş. Burada bir şey təklif elədilər ki, bizə Bakı Merli ilə əlaqə saxlayaq. Bizim bir layihəmiz var. Bakının şəhərin üzərinə dəymədən, hiss olunmadan biz aşağıda bütün kanalizasiya sistemlərini dəyişəcəyik su qurğularına. Yeni kanalizasiya xətti, şəhərin kanalizasiya xəttini quraq. Mən bu vaxtda, o vaxtları Merliyə də məlumat verdim. Yaxşı projedir falan. Sonra üstündə keçdilər, getdilər, bilmədim daha onlar görüşəndən sonra nəticədə nə oldu. Belə məsələlər var ki, indi Bakıda yuxarıya dəymədən, şəhərə dəymədən, aşağıda normal şəkildə yeni kanalizasiya xəttləri çəkmək mümkündür. Bunu eləmək lazımdır da. Yəni bu şəhərin belə vəziyyətə salmaqdansa, həm o yer altında işləməklə, deyək ki, o yeraltı tunellərlə, indi çox şəhərin tıxacını aradan qaldırmaq üçün yuxarıda bəzi fikirləşlər, bu küçədən buraxmayayım, adamı buradan buraxın falan. Yeraltı 2 mərtəbəli, 3 mərtəbəli
zolaqlarla, yeraltı tunellərlə bunlardan qaldırmaq olar. Həm də o tunellərə çəkəndə də paralel olaraq kommunikasiya xətlərini, kanalizasiyalar dəyişmək lazım. Köhnəlib də bu. Bakının o vaxt yükünə indi yükü eyni deyil axı. Bakıda 2 milyon əhali yaşayırdı. Bu gün 4 milyon, 5 milyon əhali var Bakıda. Hə, və o körpülərin tikilməsinə, yolların tikilməsinə fantastik rəqəmlərlə pullar ayrılır. O pulunu az qala adam bir kənd sala bilər, bir şəhər sala, bir körpü salıblar. Altında da bir kiçik adam öldü. Bu il yenə suda olmuşdu. Mən baxdım səhər-səhər yenə nasosla. Adamın bir ağlına gəlmir ki bunların. Heç olmasa ora bir nasos elə quraşdır qalsın. Heç olmasa orada. Su dolanda elə vur geçsin bir yerdə apardı. O borunu da apar qoy bir yer kanalizasiya. Vur elə o geçsin də. Hər dəfə Fövqəladə Nazirliyin nasoslarını gətir burada sallar. Yaxşı Fövqəladə Nazirliyi də var, yoxsa qoyublar ora. Siz nə qədər adam suda boğular ölər Bakıda? İndi bu mən peşəkar deyiləm də bu məsələdə. Şəhər salon deyiləm, mühəndis deyiləm falan. Amma əhali çox narazıdır. Elə bir adam görməsən ki, narazılıq eləməsin. Küçə bazar çıxmaq mümkün deyil. İnsanlar əziyyət çəkirlər. Həm də burada fəlakətli bir şey olmuşdur. Hər dəfə də bir bəhanə çəkilir. Normaldan artıq yağış yağıbdır. Hanı normadan artıq yağış? Nə artıq? Baxırsan çöldə bir şey yoxdur. Normal yağış yağır da. Bu yenə bayaq dediyim ki, bu yazda yağış yağır da. Qışda qar yağır eyni fəlakəti. Ya bu adamlar vəsait ayrılmırsa, Maliyyə Nazirliyindən, hökumətin müəyyən strukturlarına tələb edib vəsait istəsinlər. Vəsait ayrılırsa bunu eləmirlərsə, və yaxud da quş qoyurlarsa, ya da bu pulu yeyirlərsə, bunları onda hesablama palatası yoxlamalıdır, ait olunmalıdır. Bunların hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yox, əgər bu adamlar ümumiyyətlə bacarmırlarsa, normal şəkildə istefa verib getməlidirlər. Bu kadrlar dəyişilməlidir. Yaxşı kadrlar gəlib oturmalıdır. Bu işləri eləmək üçün də xüsusi bir ağla ehtiyac yoxdur da. Bir balaca məsuliyyətli olmaq lazımdır. Gəlib otursunlar, məsləhətləşsinlər, bu işləri görsünlər. Yəni, hər şeydən narazılıq yaratmaq, ölkə insanı nə vaxt narazı olur? Əlçatan olmayanda bir məsələlər, məmnun olmayanda, bahalıq olanda, onun qulluğunda durmayanda və ona yuxarıdaşa baxanda. Bunların da hamısı kimdən asıldı? Kadrlardan və məmurlardan asıldı. Bunlar dəyişilmə. Bu cür baxan adamlardan qurtulmaq lazımdır da. Niyə görə? Mən üz istəyəm, sonuncu cümləmi. Buyurun. Asan xidmətdən bizdən. Niyə narazılıq yoxdur? BMT-də belə. O gün bir tədbir keçirildi. Asan xidmət təcrübəsindən dünyada istifadə olunur. BMT-də dedim tədbir keçirildi. Dünyada tətbiq olunmasından var. Müəyyən ölkələr gəlir burada o nümunəni aparır. Deməli yarada bilərik. Bu millətin günahıdır. Bəzən deyirlər biz bunu bacarmırıq. Biz yaxşı millət deyilik. Bunu deyənlər biz kimdir? Özü yaxşı deyil. Elə belə millət yaxşı deyil. Çox gözəl millətik, ziyalı, ağıllı, potensiallı, imkanlarımız olan. Mən baxırdım bizim Asan xidməti ingilis gəlib qurur. Biz qurmuşuq da. Şagirdlərimiz dronlar düzəltmişlər, xaric dili dronlar düzəltmişlər. Məktəb şagirdi idi, düzəldibdi. Ağıllı insanlar vardı. Bəli, asan xidməti başqası düzəldib ki, bizim nümunədir də. Bizim nümunədir. Bizim xalqın nümunələri yaradıblar da. Belə məsələlərdə güzəşt olmadan bütün bu kadrların dərhal işi bacarmırsa, göndərmək lazım gəlsin, başqa işlə məşğul olsun. Bu işi bilən adamlar gəlsin, işin başında olsun. Bunun yolu budur. Fəraz bəy, əsas günahı hansı qurumlarda görürsünüz? Yəni, bu kimin problemidir? Bakı bu gündədir və bunun əziyyətini paytaxt sakinləri, eyni zamanda paytaxtın qonaqları çəkirlər. Bu gün ölkədə də qonaq var. Bir xarici ölkənin prezidenti Azərbaycandadır. İndi onu nə cür aparıblar? İndi o yollarla, bu balatalarla, bu göl məsələlərlə o da başqa sualdır. Əsas problem hansı qurumdadır? Kim öz işinin öhdəsindən gələ bilmir? Hansı vəzifəli şəxslər öz işinin öhdəsindən gələ bilmir ki, biz bu vəziyyətdəyik? O sualın cavabını baş nazirə vermək lazımdır ki, onun tabeliyində olan o icra edən strukturlar var ki, kimə nə tapşırıbdır, kimə nə qədər maliyyə ayırıbdır, kimə hansı işi deyibsə elə eləməkdirsə, onları müəyyənləşdirsin, hansı işin öhdəsindən gəlmirsə, ölçündə götürsün. Onu mən bilməm ki, kimə nə tapşırıbdır bu işlərdə. Faktiki olaraq insanlar bir şey deyir. Hökumət günahkardır, hakimiyyət bizi bu günə qoyubdur və qalmışıq burada. Bütün məsələlər yığılır aşağıdan, gedir dəyər yuxarıya. Mən həmişə, məsələn, prinsipində bəlkə tamam başqa mövzudur, amma məsələ dəxli var. Mən həmişə deyirdim ki, yerli idarə etmə üstünlük vermək lazım. Bələdiyyə məsələlərdir, bələdiyyələrin, şəhər merlikləri, bələdiyyələrin seçilməsində. Və burada yerli idarə etmə o qədər inkişaf eləsin ki, yerdəki bütün problemləri bələdiyyələr özləri həll eləsinlər. Yerlərdən problemlər yuxarıya gəlməsin piramidanın yuxarısına. İndi yerdə bir kətdə bir şey baş verir. Gedib prezident aparatında axtarırlar. Bu yerlərdə məsələ həll olunmalıdır. Yerlərin günahlarını yuxarıya yükləmək olmaz. İndi siz dediniz, kim istəyir ki, dövlət başçıya başqası ki, qonağı gəlibdir. Hansı formada aparacaq? Yox, hansı yoldan aparacaqdır bunu? Deməli, bunu aşağı struktur, ya Bakı Merliyi mi,
Ya nə bilim hansı Bakı şəhər nazirlik- icra hakimiyyəti daha çox tənqid olunur. Deyilir ki, bu Bakı şəhər icra hakimiyyətinin problemidir. Bakı şəhər icra başçısı öz işinin öhdəsindən gələ bilmir. Ona görə belədir. Sosial şəbəkələrdə də bu cür yazılır. Ziyalılar da bunu deyir, ekspertlər də bunu deyir. Siz nə düşünürsünüz bu barədə? Sizin fikrinizdə cəmiyyətimiz və tamaşaçılarımız çox önəmlidir. Mən də təbii ki, bir vətəndaşam siyasətçi olmazdan əvvəl. Mən Əlbəttə. o şeyləri yaşayıram. İndi bura gələndə yolla gəlmisiniz də. Bu gün bura gedən mən sizə dedim hansı vəziyyətdə gəlib çıxmışam bura. Bərbad vəziyyətdə. Hələ ki lotka yoxdur. Hələ biznesə başlamayıblar. Yollar bərbad vəziyyətdədir. Amma yenə deyirəm, baş nazir zəhmət çəkməlidir. Dərhal bir yığıncaq keçirməlidir, iclas eləməlidir. Məsələn, məsul olanlar tapmalıdır. Quş qoyma xətrinə yox. Adamları da başqa işə göndərsinlər də. Biz demirik ki, məsələsi. Bəli. Bu işi bilən adamları taşımaq lazım. Bu işi məsələn həll eləmək çox rahat məsələdir, asan məsələdir. Bunu həll eləyib bilmirlərsə, bacarmırlarsa, elə baş nazirdə daxil olmaqla bağlı hökumət özünü buraxsın. Prezident parlamentə başqa bir baş nazir təklif eləsin. O da gəlsin bir Nazirlər Kabinetinin qursun, bu işlərin öhdəsindən gəlsinlər. Əgər biz kommunal məsələlərdə, küçə məsələlərində, yağış məsələlərində artıq ciddi bir ölkədə problemə çevirib müzakirə edəcəksə, dünyanın heç yerində bir şey yoxdur. Ayıqdır da belə məsələdir təbii. İri şəhərlərin birləşmiş su təchizatı xidməti var. Bu həm də kanalizasiyalara baxır bu xidmət. Bir neçə gün bundan əvvəl bir məlumat yaydılar ki, bəs bu tunellərdə filan hazırlıq tədbirlər gedib, o xətlər, o kanalizasiya xətləri yoxlanılıb, yağış yağında heç bir problem olmayacaq. Filan nə bağ belə, bostan belə nə baş verdi? Bir balaca yağış yağdı. Hətta ötən dəfəki yağan yağışdan daha az yağış yağıb indi Bakıya. Yenə o bərbad vəziyyətə düşdü bu şəhər. Bunlar, bəzi məmurlar, Fərəc bəy, yağış yağmamışdan qabaq da yağış hazırlığı adı ilə biraz dövlətin vəsaitindən istifadə edirlər. Sonra da güya ki, bu yağış yağdı, bu təxirə salınmaz işlər görürlər, bunun fəsadlarını aradan qaldırırlar. Biraz da belə dövlətin vəsaitini silib götürürlər. Belə bir qazanclı bir iş olduğu təqdirdə bunlar niyə problemi həll eləməlidirlər ki, sonra da deyək ki, çörəklərindən kəsilsinlər, dırnaq arası? Tural bəy, mən parlamentdə olanda bir neçə dəfə bir məsələni qaldırdım. Bir neçə dəfə. Ki, kommunal xidmətlər, işıqdır, sudur, kanalizasiyadır, məsələlər, deməli, əmlak dövlətin ixtiyarında qalmaq şərti ilə özəl sektorun istifadəsi versin, işlətməsinə. Əgər bu günləri o sistemi özəl sektor işlətsəydi, belə vəziyyət yaranmazdı. O sektora xeyli vəsait, o vaxt mənim yadımdaydı ki, kommunal sektor üçün, nə bilim, bir təkcə elə bu, deyək ki, heç nə ilə məşğul olmayan sektorda, kommunal sektor deyək ki, 500 minə qədər vəsait ayırmışlar o dövrdə, arzu 10-15 il əvvəl. Mən də tənqid elədim. Dedim, bu qədər vəsait ayrılıbdır, ortada da bir şey yoxdur. Verin, həm büdcədən vəsait getməz, həm də işlətməklə adamlar qazanarlar, bir məsuliyyəti də olar da, adam bir iş görə bilər. Xatırlayın, Azərbaycanda Azər Enerjinin bir vaxtları Arabul idi, nədir, ona verənə qədər nələr getdi. Ona qədər bərbad gündəydi də. Onlar gələndən sonra xeyli şərtlər dəyişdi, doğru mu? Məncə, bu islahatlar da aparılmalıdır. Yəni, o işinə məsul olmaq başqa məsələ, həm də bu islahatlar da paralel getməlidir. Getməsə çətin olacaq. Bələdiyyə institutunu biz formalaşdırmalıyıq. Bələdiyyələrə geniş səlahiyyət verilməlidir. Yerli özünü idarə etmə orqanı şəhər təsərrüfatından məşğul olmalıdır. İndi günahı atır o qurum bu qurumun üstünə, bu qurum iri şəhərlərin birləşmiş su təchizatı deyir ki, mənim işim deyil bu, Bakı şəhər icra hakimiyyətinin işidir, Bakı şəhər icra hakimiyyəti deyir, yox, mənim işim deyil, nə bilim, o birisi qurumun işidir. Belə ötür-ötür oyunu gedir və nəticədə də əziyyəti kim çəkir? Vətəndaş və töhmət altında kim qalır? Dövlət. Doğru. Rəhbərlik. Niyə hansısa məmurun günahın ucbatından vətəndaş dövlətindən narazı düşməlidir? Bax, sizin orada toxunduğunuz məsələ çox ciddi məsələdir. Yəni, iştirakçılıq təmin olunmalıdır. Bəli. Bələdiyyə seçkiləri ilə keçirilməlidir ki, orada çox demokratik bir seçkidən sonra bələdiyyə formalaşsın. Yerli idarəetmədə insanların iştirakçılığı təmin olunsun. Bəli. Bu iştirakçılıq təmin etməklə bərabər həm də artıq ictimai nəzarət də təmin olunacaqdır. Adamlar işin içindədirlər. Və həm hüquqları olmaqla yanaşı, məsuliyyətləri olacaq. Yəni, bu işi bıraxsan bunun öhdəsini. Oradan ki, pul toplayacaqdır, xəzinəni də ona xərcləyəcəkdir. Cəmaata da sabah problem olanda öz cavab verəcəkdir. Əslində, dövlət, hakimiyyət bir dövlət deyəri meneceridir. Bu maşını idarə etməlidir. Böyük iqtisadi məsələlərə əl qoymalı deyil ki, verməlidir işlətmələrə kontrolunu qurmalıdır. Bələdiyyə idarə etmələri Türkiyədə məsələn modelində. Niyə?
Heç kim hakimiyyətdən bir şey tələb eləmir bu tipli məsələlərdə. Bilirlər ki, bu onun işi deyil. Bu bələdiyyə işidir. Belə şəhər var ki, heç hakimiyyətdə olmayan partiyanın üzvlərindən ibarətdir. Onun hakimiyyətə nə dəxli var ki? Bir problem də yarananda hakimiyyət edir, sən seçmisən. İstanbul CHP-nindir. Durub Cənab Ərdoğanı kimsə ilə tutmur ki. Burada bir problem olanda ona tutulurlar ki, sən adamın burada bu işi görə bilmir. Ona görə mən də hesab edirəm ki, o cür həm çox partiyalılığın inkişaf elətdirilməsi, həm yerli idarə etmənin inkişaf elətdirilməsi, həm də orada islahatlar aparıb bələdiyyələrin hüquqlarını, yerli icra hakimiyyətlərinin hüquqlarının azaldılması hesabına artırılması, yəni yerli icra etmə strukturlarını alıb versən bələdiyyələrə. Hesabına bu məsələlərin islahatları da aparmanın həll etmək mümkün. İndi Bakıda bu problem yaranıb, şəhər iflic vəziyyətinə düşüb, insanlar narazıdır. Hamı dediyimiz kimi Bakı şəhər icra hakimiyyəti başçısını tənqid eləyir. Mən onu dəyişmək istəyirəm, cəzalandırmaq istəyirəm, vətəndaş kimi. Edə bilərəmmi? Yox. Amma o seçilmiş bir qurumun rəhbəri olsaydı, bələdiyyə sədri olsaydı, mən növbətdə ona səs verməyəcəm. Bir də seçilənməyəcək, gələn adam da, seçilən adam da anlayacaq ki, mən bu şəhəri qaydasına qoymalıyam. Qoymasam bir də seçilməyəcəm. Çox doğru yanaşmadır. Sizin özünüz bu məsələdən bağlı çox gözəl, açıq bir, gözəl münasibətiniz oldu. Məni bu soyuqda oradan bura gətirmək ehtiyac yoxdur. Özü bunu deyərdiniz. Mən təşəkkür edirəm Fərəz bəy, gəlirsiniz, bu mövzuda danışırsınız. Deməli, bugün Qüdrət Həsənquliyev bir açıqlama verib bu məsələ ilə bağlı. Mən istəyirəm, qısa bir açıqlamadır, onu da bir diqqətə çatdıram və bir fikir səsləndirib və Qüdrət bəyin bu fikri ilə razısınız ya yox, onu da sizdən soruşmaq istəyirəm. Qüdrət bəy deyir ki, vəziyyət həqiqətən ağırdır, üzücüdür, dərin təəssüf hissi və narahatlıq yaradır. Hökumət demək olar ki, vəziyyət dəyişmək üçün ciddi heç bir iş görmür, fəaliyyətsizdir. Bunu siz də dediniz. Artıq bu acınacaqlı durum dəfələrlə təkrar olunsa da bu istiqamətdə ciddi işlər görülmür. Mən digər deputat həmkarlarım bu məsələni baş nazirin iştirak etdiyi hökumətin hesabatı zamanında qaldırdıq. Azərbaycana hökumət üzvlərinin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, icra başlarının eşidəcəyi güclü və təşəbbüskar baş nazir lazımdır. Əli müəllim savadlı və yaxşı insan olaraq prezidentin köməkçisi kimi daha çox iş görə bilirdi. Hazırki şəraitdə birinci vitse-prezident həm də baş nazir postunu tutsa, bu çox faydalı olardı. Geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Hökumət qısa zamanda ciddi qərarlar qəbul edib işə başlamalı və bu barədə əhalini məlumatlandırmalıdır. Təəssüf ki, heç kim təşəbbüs göstərmir. Hamı prezidentdən tapşırıq gözləyir. Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edib. Hesab edirsinizmi ki, idarəetmədə islahatlar aparılmalıdır? Qüdrət bəy haqlıdırmı? O idarəetmədə islahatlar haqqında danışırdıq bayaqdan. Onu danışdıq və sonra siz bu məsələyə toxundunuz. Burada iki məqam var. Birinci, məsələn, mən sosial şəbəkələrdə baxdım. 2 nəfər ki, həlak olmuşdu suda, keçən xatırlayırsınız, o körpünün altında. Bəli. Fraqment qoymuşdular. Deməli, Bakı meri danışır, Bakı şəhər icra hakimiyyəti başçısı danışır. Bir fraqment qoyublar. Aşağıda indiki fraqment. Orada deyir ki, 2-3 ildə biz bütün o uyğun, münasib təsərrüfatların rəhbərlərini yığıb, məsələn, müzakirə edib həll edəcəyik. Üstündən 1 il keçib, həmin yerdə yenə su yığılıb. Yeni vəziyyət yaranır. Heç nə dəyişmir. Bir bu. Yəni, doğrudan bir fəaliyyət, bir iflic bir vəziyyət vardı. Bu, məsələn, bir tərəf. İkinci, o islahatlarla bağlı ki, danışdıq. Təxminən eyni fikirlər səsləndi. Mən amma Nazirlər Kabinetindən bağlı da həmişə sizlə də elə müzakirədə bir dəfə demişdim. Məsələn ki, mən ümumiyyətlə Nazirlər Kabinetinin buraxılması tərəfdarıyam. Ki, ölkədə vitse-prezidentlik institutu var. Baş nazirə ehtiyac yoxdur deyirsiniz. Türkiyələr belədir də baş nazir postuna. Ehtiyac yoxdur məncə. Çünki bu prezidentin hökumətidir də. Çünki vitse-prezidentin özünün bu müxtəlif sahələri deməli baxan adamlar deməli vardı. Sektorlarmı, şöbələr prezident aparatında. Bəli. Vitse-prezident onların vasitəsilə o qurumları idarə edə bilər. Bu ara struktur kimi heç nəyə lazım olmayan bir strukturdur. İş də xeyli yüngülləşər. Mən bunu Naxçıvan üçün də təkliflərimdə bildirmişdim ki, orada məclisin, Nazirlər Kabinetinin olması mənasız şeydir. Orada Azərbaycan tərəfdən birbaşa rayonları idarə etmə təmin oluna bilər normal şəkildə. Bəzən bunu deyəndə deyirlər ki, Naxçıvanın muxtariyyəti, bunun statusunun ona heç bir aidiyyəti, idarə etməyə heç bir aidiyyəti yoxdur. Muxtariyyətin qalmasıyla o 20-ci il Kars müqaviləsi olsun, ya Moskva müqaviləsi olsun ki, orada 3-cü ölkənin protektoratı məsələsinin bağlı. Bunun müxtəlif bir aidiyyəti yoxdur. Üst-üstə qurumlar var. İdarə etmə Naxçıvanda məsələn
bayaq biraz da toxunduğum məsələ. Bu ona nəzarət edir, o buna nəzarət edir, bu ona... Orada biabırçı bir vəziyyət var, eşib-eşibə də nəzarət eləmir. Desək, aliməsində sədr yoxdur, mavin vardır, sədr yoxdur. Sədr əvəz edir. Mavin bilmir kimin mavinidir. Yəni, belə bir vəziyyət yaranıbdır. Burada da, ölkədə də, məncə, vitse-prezidentin bütün bu şeyləri idarə etmək üçün aparatı, mövcud o məsələləri, hər kurasiyasında olan ki, şöbələr vardır. Onların vasitəsindən koordinasiya edib normal, həm islahatlar gedər, həm yüngülləşər, həddən artıq mərkəzləşmə və belə genişlənmiş, şişirdilmiş aparat olmaz. Həm də konkret məsul adamlar olar da. Mən bir dəfə şəhərdə gördüm ki, təzə salmış asfaltı sökürlər. Demək ki, o gün buna salmışdı da, eləmin, ifrat. Niyə bu qədər dövlətin vəsaiti dağıdılır falanca? Adam mənə tanıdı indi, oradan buradan bir də bazı tezdə görübdür. Dedi, valla biz bunu əvvəlcə dedik ki, bunu xət çəkəcəyik, buraya xətti çəkək, sonra asfalt salaq. Bir də dedilər ki, yox, qoyun biz salaq, sonra çəkin. Sonra biz də siz eləyəndən sonra bunu, biz də bir də bunu salacaq. Ona pul alacaq biz. Başa düşdün, 2 dənə salmaq üçün pul alınacaqdı deyən. 2 dəfə orada razılaşırlar hətta bunu. Razılaşırlar ki, mən bura bir yamaq salım, sonra qazarsan sən. Sonra mən də bir də yamaq salım. Belə idarə etmə olmaz ki, yəni. Belə adamlar dərhal məsuliyyətə cəlb olunmalı. Dövlətin vəsaitini israfçılıq eləmək, paylamaq, dağıtmaq olmaz. Ölkə başçıları var ki, mən tanıyıram ki, ümumi təyyarədə başqa ölkələr gedirlər ki, ölkənin vəsaiti xərclənməsin və mən deyək ki, lazımsız yerə vəsait xərclənməyib və s. Sən durursan burada bu cür... Ona görə mən hesab edirəm ki, o aparatda da, yəni o vitse-prezident institutunun güclənməsi və onda həm də ki, bir yumruq kimi bir sıxılar, bir yerdə idarə olunur. Nazirlər kabinetində deyirsən, o ona deyir, o ona deyir, o merə deyir, mer falan kəsə deyir. 2 şey eləmək lazımdır. Nazirlər kabineti ləğv olunur, vitse-prezident institutu inkişaf elətdirilir, yerlərdə də icra hakimiyyətlilərinin funksiyalarının əksəriyyəti alınıb bələdiyyələrə verilir, yaxşı bələdiyyələr merliklə seçilir. Növbəti addımlarda da bələdiyyə haqqında yeni bir qanunun qəbul olunmasıyla da bu məsələlər tənzimlənə bilər. Türkiyə bu modelə keçdi. Türkiyə parlament respublikası prezident üsul dairəsindən keçəndən sonra keçib də faktiki ölkənin rəhbəri prezidentdir və Nazirlər Kabinetini buraxdı. Baş nazir var orada, başbakan, o post ləğv olundu. İndi Türkiyənin vitse-prezidenti var, prezident var, vitse-prezident var, bir aparat var, monolit bir aparat var. Onlar da idarə edirlər. Onsuz da Nazirlər Kabinetini hökuməti kim formalaşdırır? Seçiləndən sonra prezident. Yəni bu prezidentin hökumətidir də. Doğru. İndi prezidentin hökuməti elə öz aparatın, administrasiyanın tərkibində fəaliyyət göstərsin də, ora tabi olsun da. Bir də o mərkəzi icra hakimiyyət orqanları niyə Nazirlər Kabinetinə tabi olmalıdır ki? Üstəlik elə orqanlarda var ki, mərkəzi icra hakimiyyət orqanı statusunda deyil, çoxunu publiki şəxsiyyətlər Nazirlər Kabinetinə aidiyyatı yoxdur. İndi tamamilə parçalanmış bir vəziyyət yaranıb Fərəc bəy. Düzdür. Qurumun biri Nazirlər Kabinetinə tabi edir, biri administrasiyaya tabi edir, biri ora tabi edir, biri bura tabi edir. Belə şey olar. Doğru. Bunun üçün də nə lazımdır? Referendum lazımdır. Konstitusiya islahatları keçirməlidir. Çünki əgər bizim konstitusiyamızda Nazirlər Kabineti ilə, hökumətlə bağlı bir maddələr, bəndlər varsa, biz bunu öz başımıza necə ləğv eləyə bilər? Elə deyil? Doğrudur, doğrudur. O siz indi sadaladınız, mən karikatüra baxmışdım. Bir iş görürlər, boru qaynaq edirlər. 10 dənə orada nazir müavini, rəis falan durub, bir dənə fəhlə vardı, ikinci fəhlə yox ki, turban tutsun ki, o da payət eləsin. Yəni, vəziyyət budur indi. Doğrudan elədir. Burada ciddi şəkildə baxmaq lazımdır. İş görən adamları konkret olaraq vəzifəsini bilsin, məsuliyyətini bilsin, hüququnu bilsin və tabi olduğu yeri bilsin. Yəni, bu qədər belə dağınıq bir vəziyyətdə bir şeyə 5-6 adam ki, məsul olanda heç kim heç nəyə məsul olmur. İndi elə bir vəziyyət yaranıb. Ona görə də mən hesab edirəm ki, indi mənim də tərəfimdən, sizin də tərəfdən fikirlər deyildi, hörmətli deputatımız tərəfindən də fikirli deyildi. O istinad edir ki, başqa deputatlar da belə fikirləşirlər. Onların da fikirləri vardı. Bütün bu fikirlər məncə nəzərə alınmalıdır. Çox maraqlı bir məsələyə toxundunuz Fərəz bəy. Mərkəzi icra hakimiyyəti orqanlarının saytları var, internet saytları. Orada təşkilatın strukturu ilə bağlı bölmələri var. Ora girib baxırsan, deməli, belə oxularla göstərirlər də, nazir müavini, aparat rəhbərinin müavini, onun müavini. Ha, qardaş, bir aparat bilmir kim kimin müavinidir, kim kimin rəhbəridir. Belə biabırçılıq olar, belə rüsvayçılıq olar. Nazirliklərin özündə də, mərkəzi icra hakimiyyəti orqanlarında da mən hesab edirəm ki, bir optimallaşdırılma aparılmalıdır. Xeyli. Bu büdcənin yükünü də azaltmaq lazımdır. Sözünüzü unutmayın. Bəli, buyurun.
Və bir çox ölkələrdə artıq bu pandemiyadan sonra da elə bunu bir yoxladılar. Hətta onlayn işçilər idarə etmə modelinə belə keçdilər. Pandemiya dövründə bizdə də hamı işə hər gün getmirdi deyək ki də. Bəli. Xeylisi evdən işləyirdi. İndi biz bu bizim məşhur Xarici Nazirinin evdən işləyirəm kimi yox. Normal bəzi işçilərdən söhbət gedir. Yəni bu qədər şişirdilmiş bir vəziyyətin yaradılması da doğru deyil. Konkret məsul adamlar müəyyənləşər ki, bilinər ki, hansı sahəyə kim baxır. İndi bayaq dedik, adam müavin var, sədr yoxdur. Adam bilmir kimin müavini. Deyək istəyir Nazirlər Kabinetində falan adam müavindir, bilmir kimin müavindir. Müşaviri var, nə bilim nəyi var. Yəni bunlar hamısı çox keçmişdə qalan məsələlərdir. Bu məsələlər artıq biz elektron hakimiyyətə keçmişik. Artıq biz kağızlardan imtina olunan bir sistem yaradılır. Mən asan xidməti bayaq dedim. Mən bir oranın rəhbərini tanımıram kimdir falan. İndi belə bunu bütün cəmiyyət tərifləyir də. Hər kəs bir adam tapmazsan ki, ondan bir narazılıq eləsin. Asan xidmətdən heç kim narazı deyil. Bəli, haqqlısınız. Bütün qurumları belə eləmək mümkündür. İnanırsın mümkündür. Mümkündür. Vallahi Azərbaycan istedadlıdır. Son dərəcə bacarıqlıdır. İmici mənfi olan, son dərəcə imici mənfi olan Milli Təhlükəsizlik Xidməti var idi bizdə. Eldar Mahmudovdan sonra, doğru mu? Sıfırın altındaydı da ölkədə. Doğru. İnsanlar indi o qurumuna fəxr edirlər. Bir kadrı dəyişməyinə nələr dəyişdi? Bəli, dövlətin əsas üstünlüyü dövlət təhlükəsizlik xidmətində. Birinci Qarabağ savaşçısı olub, karyerası təmiz, işi iş. Birinci Qarabağ savaşında o sistem, o işçilər, o əməkdaşlar necə gözəl xidmətlər elədi. Onların məlumatları, kəşfiyyatı hesabına işlə görür. Bu öyünə danışırıq. Məsələn, Araykin, Ruben Vardanyanın Bakıya kim gətirib? İndi mən bunu niyə misal çəkdim? Bəli. Hətta imici çox pisə dəyişən bir qurumun indi ideal bir vəziyyətə gətirə bildi. Yəni hər şey kadrdan asılı. Vergilər Nazirliyi. Vergilər Nazirliyi bərbad gündə idi. Hamı hər gün deyək ki, ondan narazılıq edirdi. Bugün bir adam tapmazsan Vergilər Nazirliyi haqqında o fikri söyləsin. Mikayıl Cabbarov ora gələndən sonra indi İqtisadiyyat Nazirliyi o əvvəl oranı götürdü. Açıq məndə belə bir fikir yaranmışdı ki, görəsən o işi görə biləcəkmi? Yəni Təhsil Nazirliyindən gedib ora. Çox qısa zaman ərzində unikal bir dəyişikliklər elədi və oranı çox şəffaf, açıq, dövlətə də vəsait gətirə bilən bir yerə çevirdi. Deməli, maraqlı olanda, sədaqətli olanda maliyyələ bağlı məsələ. Bir də təhlükəsizliklə bağlı olan 2 dənə misal çəkdim, örnək verdim. Və asan xidmət də ki, öz yerində insanların sosial məsələlərini bu 3 dənə sahədən deməli, mümkündür. Sadəcə çox yaxşı, millətinə bağlı, dövlətinə bağlı, dövlətini, millətini sevən kadrlar qoymaq lazımdır ora. Yoxsa 3 dənə dil bilir, gedib orada yalandan falandan sertifikat alıb hardasa filan Oxfordu qurtardım, falanı qurtardım. Azərbaycanca zorla danışır, özünü tanımır, kimliyini bilmir. Adam 50 dənə dil bilə bilər. Mənə tərcüməçi lazım deyil ki də. Bu işi vətəninə, dövlətinə bağlı adam ola bilər biraz. O savadı az olsun, amma dövlətə, vətənə bağlıdırsa, o axşam gecə gündüz oturub oxuyub bilmədiklərini öyrənəcəkdir ki, dövlətə xidmət eləsin. Bəli. Amma dövlətə, millətə bağlı deyilsə, 50 dil bilsə, 50 ölkə işləyəcəkdir adam. Ona görə kadr məsələsi çox həssas məsələdir və hesab edirəm, belə kadrlarımız da bizim yüzlərlədir və onun siyasi baxışlarına baxmadan qoymaq lazımdır. Elə adamlar var ki, bizim istənilən partiyada olsun falan, yaxşı iqtisadçıdırsa qoy, yaxşı həkimdirsə qoy biri işləsin, yaxşı mühəndisdirsə qoy getsin işləsin də. Nə var ki burada? Normal şeydir məncə. O gedib güya xarici ölkələrdə hansısa bir kurs keçib sertifikat alan bəzi məmurlar ki var. Bizim də onları tanıyırıq, ad çəkmək istəmirik. Bu corab məsələsi. Onların çoxu ayaqqabını corabsız geyinənlərdir. Yəni ona görə onlardan bir şey çıxmaz bu ölkə, bu millət üçün. Həmin məmurların bəziləri prezidentin onlara təyin elədiyi müavinlər var, o müavinləri işlətmirlər. Mən şəxsən tanıdığım adamlar var ki, onların deyək ki, milli müavinləri var. Doğrudan da bacarıqlı müavinləri var. Doğrudan da istedadlı, qabiliyyətli, iş apara biləcək müavinləri var. O müavinlərin səlahiyyətlərini alıblar. Özlərinə o ayaqqabını corabsız geyinən bir müşavir gətiriblər. Bütün səlahiyyətləri tapışdılar o müşavirə. Belə bir yabırçılıq olar, belə şey olar. Nə qədər ki, bu problemlər öz həllini tapmayıb, kadr məsələləri öz həllini tapmayıb, Bakı elə bu gün də olacaq. Doğru. Bunun başqa yolu yoxdur. Fərəz bəy, çox sağ olun. Biz bir saat ərzində elə bilən maraqlı bir söhbət elədik. Ümid eləyək ki, ölkəmizdə hər şey qaydasına düşəcək.
və inanırıq ki, növbəti mərhələlərdə Bakının bu problemləri də həll olacaq. Bakının Amma mən sizə bayaq siz sağ olarsınız, bayaq bir şey xahiş edirəm. Bəli, Belə günlərdə, yağışlı, selli, su basan günlərdə xahiş edirəm, Bakı şəhər icra hakimiyyəti nümayəndələrini çağırın verilişlərə, qayıqla gəlsinlər. Biz gələ bilmirik belə. Qayıq təklif eləsək gələ bilərsiniz onda. Yəni bilirsiniz, gülməli bir vəziyyət yaratmısınız, əziz məmurlar. Ay bu sahəyə cavabdeh şəxslər. Görürsünüz, nə vəziyyət yaratmışsınız ki, türklər demişkən alay konusu olmuşsunuz. Yəni, belə olmaz. Bu rüsvayçılıq, bu biabırçılıqdır. Yəni, Bakının bu dərdləri həll olunmalıdır. Bakının tıxac problemi çözülməlidir. Bakının yağış yağanda iflic vəziyyətə düşməsinin problemləri həll olunmalıdır. Yaxşı ki, Bakıda çox qar yağmır, yaxşı ki, çox şaxta olmur, yoxsa əhali burada çox çətin vəziyyətə düşər. O, Hacıbala Abutalıbovun o vaxt bir sözü vardı, deyir ki, günah bizdədir, qarda deyil, qar az yağır deyir, bizim maşınımız onu təmizləyə bilmir. İndi, valla, belə baxanda Hacıbala Abutalibov sizdən yaxşı işləyirdi. Heç olmasa günahkarı tapmışdı. Heç olmasa günahkarı tapmışdı. Yəni, heç olmasa bu vəziyyət yaranmırdı. Bu nə rüsvayçılıqdır? Bir saat yağış yağıb, tunellər suyun içində, avtomobillər suyun içində, hörmətli Fərəc bəy demişkən, lotka lazımdır şəhərdə gəzməyə. Belə olmaz, belə olmaz, əzizlərim, vallah belə olmaz. Bu millətə, bu dövlətə, bu rəhbərə belə sədaqət lazım deyil, belə xidmət lazım deyil. Azərbaycan qüdrətli, güclü bir ölkəyə çevrilir. Azərbaycan qalib bir ölkədir. Evet. Azərbaycan 200 illik tarixi gedişi dəyişib, böyük zəfər qazanıb. Bu gün Azərbaycanın adı dünyada gələndə o müəyyən ölkələr, müəyyən liderlər ayağa qalxırlar. Bu gün bizim prezidentimiz yeni dünya düzəninin formalaşmasında iştirak edir. Azərbaycan prezidentinin sözü ilə dünyanın nüfuzlu, qüdrətli ölkələrinin liderləri hesablaşırlar. Belə bir prezidenti olan ölkənin paytaxtı belə olmamalıdır. Təbii. Bu utancdır, bu ayıbdır. Bacarmırsınızsa bir rüçqadır, qələmdir, bir də ağ kağız, ərizənizi yazın, xoş gəldiniz. Belə olmaz. Ümid eləyək ki, növbəti yağış yağanda hər şey qaydasında olacaq və biz belə ayıb şeyləri müzakirə etməyəcəyik. Fərəz bəy, çox sağ olun. Təşəkkür edirəm. Dəvətimi qəbul elədiniz. Bizim qonağımız oldunuz. Tamaşaçılarımıza